Salam değerli dostlar, hər birinizi xoş gördük. Bu videonu çəkməkdə məqsədim kurs satmaq və yaxud da kimlərəsə nəsə öyrətmək deyil. Çünki özüm də bu sahədə çox da məşğul olmuram. 2 ilə yaxındır bu sahədəyəm və öyrənməyə çalışıram. Mənim yeganə hədəfim özüm kimi bu sahə ilə maraqlanan insanlarla birlikdə öyrənməkdir və özümü inkişaf etdirməkdir. Ümumiyyətlə, trading nədir? Trading, sadə izahla desək, qiymət fərqindən qazanc əldə etmək məqsədi ilə maliyyə alətlərinin qısa müddətli alqı-satqısıdır. Yəni, hər hansı bir məhsulun, ola bilər, burada səhəm ola bilər, forex ola bilər, valyuta cütlükləri, əmtələr ola bilər. Onlar arasında yaranan fərqdir. Misal üçün, səhmin qiyməti 100 dollardırsa, o səhmin qiyməti 10 dollar, 15 dollar qalxırsa, olursa 110-115 dollar, bizim oradan qazandığımız pul cəmi 10-15 dollar olur. Yəni, qiymət qalxırsa 15 dollar, bizim oradakı yaranan fərq bizim gəlirimizdir. Sadə izahla belə də izah etmək olar. Biz hər hansı bir məhsulu topdan alırıq, 5 manata, gətirib onu öz mağazamıza satsaq, üzərinə bir 5 manat, 10 manat üzərinə pul qoysaq, orada yaranan fərq bizim gəlirimizdir. Yəni, bizim qazancımızdır. Tradingdə belədir. Sadəcə olaraq burada fiziki məhsul üzərindən yox, maliyyə alətləri üzərindəndir. Mən 12 il reklam sahəsindəyəm və öz işimi sevirəm. Sadəcə olaraq bir şey düşündüm ki, bütün gəlirimi bir sahəyə bağlamaq risklidir. Və 2018-ci ildə mən ticarətə başvurdum. Və yeni investisiya, yeni öyrənmək üçün, yeni gəlir əldə etmək üçün. O zaman Amazonla başladım. Amazonda satış etməyə başladım. Sonra eBay-yə keçdim. Sonra Etsy-yə və sonra da Shopify-yə. Bu 4 şirkətlə satışlar etməyə başladım. Əvvəlində biraz uğurlar alındı, amma sonradan bu işə təzə başlayan insanlar üçün problemlər ortaya çıxır. Mənim də həmin problemlərlə qarşılaşdım. Hesablarım suspend oldu, yəni bloklandı. Əgər bloklandısa, onu geri qaytarmaq 90-99% qeyri-mümkündür. Çünki onlar maraqlı deyirlər sənin hesabı geri qaytarmağa. Və Amazon hesabım ondan sonra bloklanandan sonra eBay hesabım bloklandı, sonra Etsy hesabım bloklandı və sonunda qaldı Shopify. Orada da müəyyən bir zaman keçdikdən sonra da gördüm ki, uğursuzam və o sahədən uzaqlaşdım. Və sonradan 2024-cü ilin oktyabr-noyabr aylarındaydı. Tradinglə bağlı videolar qarşıma çıxdı. Ondan sonra başladım araşdırmağa, öyrənməyə və gördüm ki, bu sahə mənim üçün daha cəlbedicidir, daha maraqlıdır. Və ondan sonra başladım kurs keçməyə, təlimlər keçməyə, öyrənməyə, özümü inkişaf etdirməyə. 2018-ci ildə bir məqalə getmək istəyirəm, onu da deyimsə, 2018-ci ildə mən Amazon, eBay, Etsy və Shopify səhmlərinə yatırım etsəydim, hal-hazırda üstündən 7 il keçib. 7 il ərzində, baxın, hal-hazırda bu Shopify-ın səhminin aylıq qrafikidir. 2018-ci ildə onun qiyməti hardasa 14-19 dollar arası olubdur. Hal-hazırda onun qiyməti 173 dollardır. Və biz burada Amazona baxsaq,
Amazonun qiyməti olmuşdu 70 dollara yaxın, 70-dən yuxarı dollara yaxındır 2018-ci ildə. Və hal-hazırdakı qiyməti onun 227 dollardır. eBay şirkətinin səhmi 2018-ci ildə artıq 27, 30, 39 dollar arasında olubdur. Və hal-hazırda qiyməti onun 84 dollardır. O zamanlar mən bu səhmlərin 3 səhmə 1000 dollar yatırsaydım, hər birinə 3000 dollar pulum çıxacaqdı. Və 3000 dollar qarşılığında təqribi hesablanmalarına görə bir 14000 dollar 7 il ərzində mənim gəlirim olacaqdı. Və o zaman mən tradinglə məşğul olmurdum, o zaman məlumatım yox idi. Yəni biz səhmi alırıqsa, mütləq bunu uzun müddətli almalıyıq. Yəni mən alım 1 ay sonra, 2 ay sonra onu satım. O sizə çox cüzi bir gəlir verəcək. 3 dollar, 5 dollar, bəzən sentlər verir. Çünki qalxışlar çox cüzi olur. Yəni uzun müddətli qalxışlar olması üçün mütləq ən azı 3 il, 5 il və 10 il saxlamaq lazımdır. Bu tradinglə yeni başlayanlar üçün bu videonu çəkirəm. Səbəb sosial şəbəkələrdə yalanlar üzərində qurulan, pul satmaq üzərində qurulan bu gözəl yaşamlardır, xüsusi xarici məkanlarda gəzirlər, əllərində pulla, bütün gün restoranlarda, xarici ölkələrdə özlərini göstərirlər ki, yəni biz qazanırıq, siz də qazanın, bizim kursunuzdan istifadə edin, qazanın və özünüzü inkişaf etdirin, bizim kimi varlı bir təbəqə olun. Amma bunun arxasında duran çox yalanlar var. Onların bəzilərini mən sizə göstərəcəm ki, yəni belə bir şeylərə kursa başlayarsan, başlamazdan əvvəl mütləq araşdırın, onlardan, müəllimlərdən tələb edin ki, biz nəyə görə sizin kursunuza qatılmalıyıq. Onlar sizə özlərinin keçdiyi yolu mütləq göstərməlidirlər. Və sizə hər hansı bir demo hesabına və yaxud da ki, hansısa bir videona manipulyasiya edib aldadırlarsa, həmin manipulyasiyaya getməyin. Çünki onlar hamısı bir fırıldaqdır. Bir insanın gəliri varsa, bir insan qazanırsa, olsun aya 1000 dolar, ise 5000 dolar, 10.000 dolar qazanırsa, həmçinin bunu heç kim göstərməz. Yəni, özünə güvənən adam, kurs keçən adam bunu kurs satmaq üçün istifadə etməz. Amma Azərbaycanda bu tip fırıldaqçılar çoxdur və hər gün də qarşıma çıxır və istəyirəm ki, onların bir neçəsini sizə göstərim ki, bu şeylərdən uzaq olun. Birinci əsas yayılan platforma Alimp Trade'dir. Burada Alimp Trade. Alimp Trade bir platforma. Burada bizim alsat ettiğimiz, biz burada dəqiqələr içində və saniyələr içində alsat edirik. Tradingdə belə bir şeydir ki, biz 1 dəqiqə, 5 dəqiqə, 15 dəqiqə, saatlar və aylıq üzərində qrafiklərdə analiz edib ona əsasən investisiya edirik və ya ona əsasən alqı-satqı edirik. Amma burada tamam məsələ başqadır. Bu mənim demo hesab açmışam burada. Görəcəksiniz burada 10.850-dir. Burada məsələ nədir? Burada deyir ki, sən burada vaxt var. 1 dəqiqə, burada da məbləğdir 500 dollar. Burada deyir ki, qiymət hara gedəcəyini özün təyin et. Bu da qeyri-mümkündür. Qiymət aşağı da gedə bilər, qiymət yuxarı da gedə bilər. Bu sadəcə 1 dəqiqə ərzində baş verən bir şeydir. Bir də var, texniki analiz edirsən. Biləsən ki, burada dəstək var, burada müqavimət var, gəlir həmin yerin topunur və qalxma ehtimalı var. Burada isə elə bir şey yoxdur. Biz burada bu qrafikdə şamlar üzərindən əməliyyat açırıq. Misal üçün, hal-hazırda qiymət düşüşə gedir. Mən düşünürəm ki, qiymət düşəcək. Girdim əməliyyata. 1 dəqiqə ərzində, burada qırmızı xətt görürsünüz.
Onun aşağısında qalırsa, mən bunu desək görsə $25 komissiyası var. Qalırsa, aşağısında qalırsa, mən $475 belə gəlir əldə edirəm. Yox, əgər yatırın yuxarısında qalırsa, $500 pul itirirəm. 100%-ni itirirəm. Amma qazananda 75%-ni qazanırım. Bir dəqiqə ərzində, bir dəqiqə tamamlandıqdan sonra burada mənim nə qədər qazandığım, nə qədər itirdiyim görsənəcək. 4 saniyə qalıb və artıq tamamlandı. Baxın, balansıma baxın mənim burada. 850 idi, indi oldu 350. Bunun özü bir yalandır. Yalan olmağının səbəbi, hal-hazırda bu qızılın qrafikidir. Biz qızılın qrafikinə keçsək, xavuslu. Hal-hazırda qızılın dünya birjasında qiyməti $4338.60 centdir. Hal-hazırda dünya birjasında bazar bağlıdır. Yəni 5 gün işləyir dünya bazarı. Şənbə, bazar günü işləmir. Amma bunlarda Alimtrade, Quantex'dir, Pocket Options'dir. Bu tip platformalarda 24 saat işləyir. Bunların özlərinin sümni olaraq qrafikləridir. İstədiyi vaxt qiyməti aşağı sala bilir, istədiyi vaxt qiyməti yuxarı sala bilir. Yəni olan platformada görürlər ki, siz burada əməliyyat açdınız və ya da aşağıda əməliyyat açdınız. Onlar sizin əməliyyətinizə gedib sizdən o pulu almağa çalışırlar. İkinci məsələ fon hesablarıdır. Mən bunu tamamilə qəbul etmirəm və istifadə də etmirəm, məsləhət də görmürəm. Bu da Azərbaycanda çox geniş yayılmış bir platformadır. Bu tip platformalar nə edir? Sizə deməli müəyyən məbləğ qarşılığında sizə balans verir. Məsəl üçün burada görürsüz $6000 arasında sizə $60 pul istəyir. Deyək ki, $60 ver mənə. $60 əvəzinə mən sənə 6000'lik hesab verirəm. Nəyə görə? Verir və sizdən trade edib oradan həm faizinizi götürür, həm sizə şərtlər qoyur. Və təbii ki, onlar üçün maraqlı deyil. Siz burada qazanırsınız, siz burada itirirsiniz. Onlar üçün lazım olan sizin itirməyinizdir. Onlar buradakı verdiyiniz puldan qazanırlar. Burada da deyir ki, $15.000 biz sənə hesab veririk, sən cəmi bizə $120 pul ödə. Burada da göstərilir ki, mənə ümumi olaraq $600 mənfiyə düşməlisən. Burada da gün ərzində $300 mənfiyə düşdüyün hesabın bağlanır. Və bunu bir kənara qoyaq. Məsələn, bunu istifadə edənlər var. İstifadə etdikdən sonra da bəzi insanlar bunların sertifikatları var. Baxın, belə bir sertifikatlardır. Qruplarda paylaşılır. WhatsApp qrupları, Telegram qruplarında. Burada göstərilir, sənin adın olur, burada məbləğin olur, burada keçdiyin yollar haqqında belə bir sertifikat, imzalı, QR koddur və s. və s. Sonra gətirib burada sizə keçdiyiniz yolun dashboardunu göstərir, grafikini göstərir ki, mən filan qədər qazanmışam, filan qədər itirmişəm və bunu screen edib paylaşırlar. Burada bir oyun var. Buna əsasən web saytla məşğul olan web dizaynerlər, backend-lə məşğul olan, yəni kodlaşma ilə məşğul olan dizaynerlər daha yaxşı bilir. Baxın, burada demo hesab olduğuna görə tam görünmür. Burada əməli başlı rəqəmlər olur. Nə qədər trade etmişsiniz, günlərdə nə qədər qazanmışsınız və s. və s. Burada gördüyünüz balans sıfırdır, equity sıfırdır. Burada 50% qırmızı, yaşıl. Burada winning trade $398 göstərir. Mənfi olaraq $402 göstərir. Burada 50% göstərir. Bunu əvvəllər Photoshop üzərindən eləyəcək. O vaxtı bilinirdi ki, bu Photoshop üzərindən təcrübəli insanlar daha tez bilir. Amma bunu açıqlara çıxartmaq çox çətindir və o yalnız və yalnız həmin mənimlə görüşüb dashboarduna özünüz baxmağınız məsləhətdir ki, biləsiniz ki, bu əməlim həqiqətən də bu
nəticələri göstərib yoxsa yox. Burada məsələ nədir? Girirlər dashboard'a, sağ düyməni basıb inspect eləyirlər. Burada görürsünüz $0. Bu $0 istədiyi kimi dəyişib $28.750. Misal üçün, gör mənim equitim $28.470'dır. Bura girirlər, balansı buradan dəyişirlər. Edirlər, nə bilim, $32.741 misal üçün. Burada winning training trade'i dəyişib edirlər, misal üçün 33.598 bu qədər qazanır. İndi bunlar hesablayırlar ki, yalan olmasın da, çıxırlar. İtirdiklərindən, gəlirlərindən balansdan çıxırlar ki, səhvlik olmasın. Hətta bunun rəngini də belə dəyişmək mümkündür. Buradan girib 50%'dir. 50% edirik. 90%. Bu oldu bizim hazır qrafikimiz. Bunu görən adam, bunu screen'i paylaşan adam və yaxud da bir gün şəkillər bir yazılanlar ki, həqiqətən də real olsun. Amma bu bir oyundur. Bu oyuna heç bir zaman getmir. Və hal-hazırda qrafik budur. Biz bunu yeniləsək səhifəni, hər şey olduğu kimi sıfırlanacaq. Böyük yalanlardan biri buydu. İkinci Alib Trade'dir. Üçüncü məsələ isə Trading View'un özündən, yəni bizim qrafik analiz etdiyimiz bu platformada edilən yalanlardır. Bunu da göstərəcəm sizə. Deməli, mən 2018-ci ildə ticarətlə məşğul olandan sonra 22-ci ildə bir qədər məşğul olmuşdum. O zaman Caspian Plaza'da bir şirkət var idi. Getdim oranın rəhbəri ilə görüşdüm ki, mən bu işlə yenidən məşğul olmaq istəyirəm. Bura mənə məsləhətlər verdi, nə etmək lazımdır, filan qədər kursa pul yatırmaq lazımdır və s. və s. Həmin insanı tanıdım. Ondan sonra mən ipucu aldım və o prosesi özüm təzdən elədim. Benim üçün əsas insanı danışdırmaqdır. Ondan alacağım ipuculardır. Çaşdırıb ondan ipucu alıram. İpucu aldımsa mənim üçün həyat daha gözəl olur. Mən insanları danışdıraraq, ipucu alaraq, onların mənə edəcəyi köməkliyi götürürəm. Yəni, qavrayıram ki, məsələn, bu adam mənə bu sözü dedi, bildim ki, bu ipucu mənim üçün yetərlidir. Ondan sonra özüm başlayıram analiz edərək araşdırmağa. Və onun mənə etdiyi o ipucularla mən gəldim, yerdən ticarətlə məşğul oldum 2022-ci ildə və s. Sözüm ona deyil. Həmin şəxs bir il olar və 2 ilə yaxın olar ki, keçib trading sahəsinə və o da TikTok üzərindən, Facebook üzərindən reklamlar edir ki, mən artıq bu sahədəyəm, mən artıq qazanıram, bir gün Dubayda, bir gün restoranda, bir gün hər hansı bir ölkədədir. Özü də bizim evimin yanında qalır, həmin şəxs və dəfələrlə görmüşəm ki, xaricdə maşınlarla gəzən adam burada köhnə Nissan Tidan maşınına minib gedir. Və onu mən hətta TikTok səhifəsində bunu özünə yazmışdım belə. Ondan sonra səhifəmi blok eləmişdilər. Bu acı reallıqdır və bu insanları aldadaraq insanlara qarşı hörmətsizlikdir, şərəfsizlikdir və bu tip şeylərə qətiyyən getməyin. Çox güclü araşdırın və ondan sonra kurs alın. Bu işə kurs almadan başlamayın, qəti şəkildə başlamayın. Çünki bura bir oyun yeri deyil, bura bir qumar deyil, bura bir oyun mərkəzi kimi baxmaq lazım deyil. Burada risklər çoxdur. Bilmədən yatırım etmək, bilmədən alqı-satqı etmək sizin balansınızı sıfıra gətirə bilər. Trading View üzərindən edilən yalan isə Azərbaycanda bu tip şeyi görməmişəm. O Telegram qruplarında olur, TikTok üzərindən olmur. Bu tip şeylər yalnız bir dəfə görmüşəm. Mənim köhnə kursum var idi. Oradakı olan bəzi qruplaşmalar var idi. Mənim müəllimim yox. Müəllim o işi pislədi ki, düzgün etməmişsiniz. Burada bir qruplaşma insanlar var idi. Onlar etmişlər bunu. Çox təəssüf ki, onlar da insanları manipulyasiya elədi bundan sonra və mən onun yolunu tapdım ki, onlar bunu necə manipulyasiya elədilər, insanları aldatdılar və insanlar durdular həmin Telegram qruplarına
TikTok səhifələrinə ki, bizi də bunu öyrədin. Amma halbuki burada çox sadə bir şey var. Sadəcə bu işdə gərək təcrübəmiz olar ki, bunu biləsiniz. TradingView'da mən bir dənə sizə video göstərəcəm. Burada hazırlamışam sizə. Baxın, mahnının səsini alın biraz, ola bilər sizin üçün biraz monitoru törədər. Deməli bu türkdür. Baxın nə edir? Saniyələr içində səhv bilmirəmsə 1700 yoxsa 1500 dollara yaxın pul qazanır. Bunlar TradingView üzərindən qrafiki geriyə verərək güya ki qabağı görür. Yəni qarşısını görür ki, bu qiymət düşəcək və pul qazanacaq. Bir baxaq videoya. Fena geldi. Bu video değil. Dünən də yaptım bu videoya açtım. Ben bir tane pauza vereyim videoya. Ha, videonu tapdım. Bakın video budur. Grafiki qabağa verərək heç bir zaman grafik bu cür Çok fena geldi getmir. arkadaşlar. Bahsettiğim Grafik olay bu işte. saniyələr və Geçiyorum dəqiqələr ben içərisində burada. gedir. Kapattım, hop, Burada grafikin hərəkətinə baxın. 1500 dolarda kapattım. Çok temiz. Gerçekten beklenmedik bir buradan hamle oldu, temiz. Uf, daha devam, gidiyor. Şu an kapatmasam 3000 o işte. Olay sıkıntılı. Neyse hemen kapatamazdık zaten. O Yalnız cəmi 42 dəqiqə ərzində video davam edir və burada 1755 dollar, 1500 dollar dedi. 1500 dollar pul qazandı. Bunlar grafiki geriyə verərək bunu bizlərə göstərir. Yəni bilməyən insanlara göstərir ki, biz belə imkanlıyıq, belə qazanırıq, belə görürük. Burada hətta şərhlər də oxuya bilərsiniz. Bu adamın profilinə baxsanız görəcəksiniz. Bax, xarici maşınlar, Porsche, yaxtada gəzir, xarici ölkələrdədir. Bu tip insanlar özlərini insanlara göstərmək üçün yaranıblar, belə deyək də. Bunlar istəyirlər ki, insanlar bunların kurslarını alsın. Təsəvvür edin ki, bunların qruplarında bir 1000-2000 adam var. Hərəsi bir 300-500 dollarlıq kurs alsa, təbii ki, bunlar bu tip yerlərdə gəzəcək, yaxtalardan istifadə edəcəkdir. Yəni bunların qazandıqları, yəni bir köpüklük şey deyil. Porsche maşınında gəzən adam və nə bilim müxtəlif şeylər var. İkinci məsələ burada bu birisi videodur. Aha. Bu nə eləyir? Yavaş ya. Oh mis. Arkadaşlar sesim geliyor değil mi herkese? Evet. Bu bir Ne trend dedik biz? çəkir. Ne kadar fazla değmişse Göstərir eğer, ki, bunun altına düşerse Kredi short açan açacağız, düşəcək və buradan qiymətdən çıkarsa longa pul açacağız. qazanacaq. 4 kere değmiş burada. Karar verme aşamasındayız. Burada qrafikdə heç birisini görsənmir. Nə qiymət görsənmir, nə bir şey. Heç birisinin hamısı bağlayıb ki, insanlar oradakı bunun reply olduğunu, yəni geri qaytarıldığını bilsin, görməsin. Bu da onu edib ki, heç kəs bilməsin deyə bu tip üsullardan istifadə olunur. Bu da cəmi 2 dəqiqə çəkir video. 2 dəqiqə ərzində 4154 dollar pul qazanılır. Bu qədər hər şey sadə olsaydı, dünyada kasıb insan qalmazdı. Hamı elə bu işlə götürərdi, bir knopkanı basardı, kazanlardı, gedərdi. Herkes hazır beklesin bilgisayarda. İşlemi aç dediğinde açıyoruz. Ya hep beraber kazanacağız ya da hep beraber kaybedeceğiz abi. Çizgimiz bu. Bu çizgi üstünde nasıl bir şey olacak göreceğiz şimdi. Bak mesela burada açmıyoruz. Kumar. Bak bekle. Tamam. Hala bekle. Acelemiz yok. Gir. Bak. Gir. Şurada şu mumda retest deniyor buna. Bak şu mum. Retest deniyor buna. Gir. Stopu mavi çizginin üstüne koy. Yok. Güven bana. Beyler bana güvenin. Ben işlem açıyorsam bana güvenin. Bir dakika daha da fazla kazanmak istiyorum. 4000 dolar kazanmak istiyorum buradan. Copy trade yapıyoruz. İşlemlerim kopyalanıyor aynı şekilde arkadaşlar. Baxsanız, baxın, mesela tradingdə mən burada göstərim sizə. Hal-hazırda kripto bazar açıqdır deyə, ona görə onu göstərmək istəyirəm. Bitcoin qrafikində görürsüz. Mən burada 1 saatlığa da versəm, burada görsəz, vaxt görsən 7 dəqiqə 43 saniyədən sonra yeni şam açılacaq. Yəni qırmızı və yaxud da ki ağ göstərir. Burada isə qırmızı yaşıldır. Mən sadəcə olaraq gözüm öyrəşib ağa. Burada dəqiqə görsənmədi. Amma bunun göstərdiyində görürsünüz, heç bir şey görünmür. Bu videonu verib geriyə və onun üçün. Bak tekrar değdim mavi çizgiye. Çok güçlü düşecek. İzle. 10 yıldır kripto ile uğraşıyorum. Burada çok sert düşmesi lazım buradan. İnşallah yanıltmaz beni ama düşmesi lazım çok sert. Yani 10 yıllık abi.
Abi budur ya. Qiymət yəni hardasa mənfi 1000 neçə dolara satıb, bu adam elə bir rahatdır ki, elə bir bunun bir milyonları var. İnsan bu səmərəli olanlar əsasən psixologiyası daha güclü olmalıdır. Pul itirərkən, mənfiyə düşərkən emosiyaları idarə etmək lazımdır. Bunda da bir şey yoxdur. Dedi ki, rahatdır ki, mən hər bu itirir, bu gedəcək mütləq ora. Mütləq gedəcək deyə bir şey yoxdur. O bəzən olur xəbər vaxtları, Fedin açıqlamalarında və güclü xəbər vaxtlarında olur, manipulyasiyalar olur. O zaman müəyyən bir məbləğ götürmək olur, amma o da risklidir. Bunu etdiysə tamamdır. Bir qrafiki verib tamam qarşıya, ən azı burada bir hesablasaq, 4 gün, 5 gün vaxt var. Gelir misin aşağı? Gel aşağı. Geleceğim, yavaş geleceğim. Yavaş, gel. Yavaş ya. Oh mis bu. Bu. Para böyle kazanılıyor kardeşim. Kimse bana bir şey söylemesin. Para böyle kazanılıyor. İşlemlerimi kopyalayan 1000'den fazla kişi var şu anda Telegram'da. Bilmem bunun işini kopyalayan insanlar var. O grupa da katılmak için bunun kursuna almak lazım. Çünkü kursuz da olmuş. Ama orada o copy trade denilen bir şey var. Bunun etkilerini kopyalıyorsan, onu etmək üçün müəyyən bir məbləğ ödəmək lazımdır. O ən azı belə bir 200 dollar, 300 dollar pul ödəyən adam 1000 nəfərdən eləyəndə müəyyən bir qəşəng məbləğ ortaya çıxır. Hepsinde bu işlem otomatik açıldı. Ben 4000 dolar kazandıysam işte 1000 dolarla giren kişi şu an 500 dolarını cebe attı örneğin. Tabi eğer kazanırsak. Ya kazanacağız bu. Bu evet. Şu Evet bu. 1154 dolarını qazandı cəmi 2 dəqiqə ərzində. Buna da bir insan bana Cumhurbaşkanı Telegram'dan profiline bir şəxsi yazır və yaxud da ki TikTok hesabına bu örtəkləri bağlamışdı. Bütün hamısına biz yaza bilmirdik bunlara ki biz şikayət edib bağlatdırıq. Amma çox təəssüf ki bunu son zamanlar açıbdı. Şeyin adı nədir? Fərq bölməsini. Bu da yalanların biridir. Bu necə olunur, onu mən sizə sadə izahla göstərəcəm. Baxın, bu olsun kriptodur. Qiymət hardan düşüb? Qiymət düşüb. Baxın, buradan. Trendimiz qırılıb, tutaq ki, buradan. Qiymət 85 minə kimi gəlib. Özümüzdə tutmuruq ki, 85 minə kimi qoya bilərik. Buradan bir, əsasən qızılı daha yaxşıdır. O həmin qrafika oxşuyur. Mən burada bunu dəqiqəliyə vereyim. Mən sizə onu göstərdim. Tamam. Eyni oxşar qiymət hara kimi gəlir? Gəlir 4336-lara kimi. Baxın, burada trend haradır? Özü də verir orada. Trend üzü yuxarıya doğrudur. Və burada trend qırılmalıdır. Trend qırıldısa aşağıya doğru gəlir və yerindən burada qalxa bilmirsə düşür aşağıya doğru. Bu neyir? Məndə biz notebookdur deyə biraz çətinlik çəkirəm bunu geriyə verməkdə. Reply düyməsini basırıq. Reply basın. Start. Aha. Baxın bunu buradan kəsir. Kəsdi. İndi burada reply düyməsi yazılıb ortada. Mən qrafikdə onu yığışdırmaq olur. Bu mənim üçün önəmli deyil deyə mən onu yığışdırmamı qalsın burada. Deməli 4336-lara kimi qalxı gələcək. Bu burada götürür. Burada bu düyməni basır. Burada əmr verir. Trade düyməsini. Biz burada nə qədər alırıq? 300-dən alırıq. Alırıq deyə satırıq, satış edirik. Biz düşünürük ki, qiymət düşəcək. Limit əmri verir. Deyir ki, qiymət bura kimi ki, burada başlasa artıq qiymət düşəcək. Burada sell edir. Şu, artıq. Qiymət və bu knopkanı basır. O, getdi. Götürür burada həmin dəqiqə, orada elətə etdiyi kimi. Stopunu qoyur bura ki, yəni bura kimi geçsin, mənfi olacaq. 4336-lara kimi idi. Səbit vermişsə bura kimi idi. Biz qoyaq bura kimi. 3885 dollar qazanacaq. Həyat belə gözəl olsaydı, yaşamağa nə var idi? Play düyməsini basır. Mən o yavaş qoyub, mən tez-tez qoyuram ki, video çəkirəm onun üçün. Bunu yavaşlatmaq da olur, saniyə içində də qoymaq da olur. Və beləcə gedir. Mən də düşünürəm ki, qiymət gəlib düşəcək, mən 3885 dollar qazanacağam.
Çünki bu qrafikə geriyə verir. Qabaqda nə olduğunu başa düşür. Bilir ki, bu qiymət bura kimi gedəcək. O ona görə də rahat şəkildə insanları belə manipulyasiya edib aldadıblar ki, və biz kurs sataraq nələrə sahib oluruq və nə qədər qazanırıq. Tarix getdi. 3885 dollar qazandıq. Cəmi bir dəqiqə ərzində. Yəni hər şey bu qədər sadə deyil. Hər şey bu qədər əlçatan deyil. Mütləq bu işdə başlamazdan əvvəl texniki analiz bilinməlidir. Fundamental analiz bilinməlidir. Fundamental analiz xəbərlərə aiddir. Şirkətlərin və əsasən də Amerikada xəbərlər var. O xəbərlərə baxmaq lazımdır. Açıqlanan nəticələrə baxmaq lazımdır. İnflyasiyadır və s. və s. xəbərlər var. Fedin açıqlamalarını izləmək lazımdır ki, bilək bazar hansı yönə getmək istəyir, hansı yönə gedəcək və s. Bu da yalanların ən böyüklərindən biridir və üçüncü mənim bayaq izah etdiyim keçmiş qrupumda yaranan problemlə bağlı. Orada nə idi? Mən onu göstəreyim. Zoom şirkətinin səhmi idi. Zoom şirkətinin görüm çıxacaq. Hə. Deməli günlük qrafik idi Zoom şirkətinin. O baş vermişdi. Bəli buradaydı. Deməli, səhmlər açılış vaxtı Bakı vaxtı ilə saat 7-nin yarısı olur. Burada boşluqlar o vaxtları izah edir. Deməli nə olmuşdu? Hala bu qrafikdə biraz üzr istəyirəm. Replay qalıb. Ona görə. Hə, baxın. Baxın burada məsələn nə idi? Bax burada qiymət buradaydı. 63 dollardaydı. Bax həmin vaxtda burada görürsünüz E hərfi yazılıb. Burada Zoom şirkətinin belə deyək də hesabat vaxtıdır, rübli hesabatları idi, nəticələri idi. Və bu da göstəricilərdə yaxşı çıxacağını göstərmişdir ki, nəticələr daha yüksək olacaq. Və burada görürsünüz D yazılıb və burada iqara var. Bu işlərə nə deməkdir? Bir gündən sonra, yəni bir gündən sonra səhmlərin açılış vaxtı var. Səhmlər açılış olanda bura sarıda görürsünüz hal-hazırda belə bir qırıq xətt var. Bu açılan kimi səhmin qiyməti yavaş-yavaş qalxır və bu sarılara kimi. Kimsə buradadır. Onlar da bir tələ qurmuşdular ki, və gördülər ki, qiymət saat 6-da 7-yə yüksəlmişdir, qiymət artıq gəlib bu nəticəyə çatıbdır. Və buradakı bu xətti yığışdırılır ki, insanlar şübhələnməsin və başladı video çəkməyə ki, biz səhmin bura kimi qalxacağını bilirdik. Amma halbuki onu qrafikə baxan adamlar hamısı onu görəcəkdi və həmin vaxtda da axşamı belə deyək də, bir gün öncə axşamı nəticələr açıqlanmışdı. O da müsbət olmuşdu deyə qiymət yüksəlmişdi. Bu da növbəti bir fırıldaqdır. İnsanları çaşdırmaq üçün, insanları aldatmaq üçün. Bir də mən bu videonu əslində çəkmək niyyətim yox idi. Sadəcə olaraq bu kitlərin çox olduğu qrup var. Yəqin ki, çoxunuz tanıyırsınız. Orada ümumiyyətlə səhmlər barəsində, investisiya barəsində paylaşımlar çox olur. Mən bəzən orada şərhlərimi yazmışdım. Yəni filan yerə investisiya eləmək və s. və s. Gördüyüm insanlar bunun seçimində investisiya etməkdə çətinlik çəkirlər. İstədim öz biliklərimi paylaşım və qrup adminlərinin birinə yazdım ki, mən belə bir video çəkib paylaşmaq istəyirəm, insanlar məlumatlansınlar, insanlar bunlarını boş yerə xərcləməsinlər. Və çox sağ olsun, admin də cavab vermədi, neçə ay keçib üstündən. Və ondan sonra düşündüm ki, heç bir qrupda paylaşmağa ehtiyac yoxdur. Ondan sonra öz şəxsi profilində paylaşaram. İnsanlar görər, məlumatlanar.
və tək qrup olmasın, sosial şəbəkələr üzərindən paylaşımlar edirlər ki, yatırım üçün səhim alın. Nə bilim, gedin Apple-ın səhmini alın, Microsoft-un səhmini alın filan, Google-un səhmini alın. Amma demirlər ki, bunu hardan alın. Bir insan məsələn, qrafik qabarışını tutub deyirlər ki, səhm alın. Gedin Apple-ın səhmini alın, Apple-ın səhmi qalxır. Okey, bunlardan mənsizliyi qalxmır. Qalxır. Buna niyə bu gəlir qiymətin ilk nöqtəsində $238 alır. Dibində bir $300 var, gedir $300 alır bu səhmi. Deyir, ay su, mənim səhmim var. Və nə olur? Günlərlə qiymət düşməyə başlayır. Və həmin insanda psixoloji təsir olur ki, mən almışdım onu. $300, $200 və $1000 qiymət gəldi. 5%, 10% düşdü. Baxır ki, balansı mənfidir və bu da günlərlə baş verir, qiymət qalxmır və başlayır psixoloji cəhətdən sarsılmağa və başlayır qiyməti indi səhmi satır və düşür mənfiyə, pulu batır. İlkin növbədə bayaq qeyd etdiyim kimi bir səhmə yatırım etmək üçün mütləq onu analiz etmək lazımdır. Yəni bunun qiyməti hardadır, pikdədir, yoxsa dibdədir? Bir çalışmadır ki, dibdən alaq, qalxanda daha çox gəlir əldə edilir. Biz düşünürük ki, elə çox insanlar da belədir. Mən özüm də əvvəllər düzdür, əvvəl almamışam, amma bilirəm ki, harda gəldi alım. Bir dəfə almışdım onu. Keçən olardı ki, o vaxt analiz etmədən aldım. Onda da ki, çox mənfiyə düşmədim, belə çox cüzi az pulla bağladım. Ondan sonra isə qiymətlər yüksəlməyə başladı. O hansı aydı? Demək, bu aprel ayıdır. Baxın. Mən aprel ayında cəmi 6 dənə səhmim var idi. Apple idi, Microsoft idi, Google idi, Nvidia idi. Bu aprel ayında Trump'ın çıxışı var idi. Çinlə bağlı. Bütün səhmlər, indekslər çətinlik baş vermişdi. O vaxt $169, mən də panikə düşmüşdüm. Dedim, hər şey alt-üst olacaq və satmışdım. Cüzi bir məbləğlə, karla satmışdım. Amma hazır saxlasaydım onun qiyməti $78-da $188 kimi mən saxlaya bilərdim. O da mənim bir yanlışlığım olub, o da mənim təzə başlayan vaxtlarımda misal olaraq səhmlərlə məşğul deyildim deyə risk etmədim. Amma indi bütün o psixologiyanı, bütün o digər məsələləri hamısını özümdən uzaqlaşdırmışam. Və yatırım etmək üçün də sizə məsləhətim budur ki, yalnız və yalnız analiz edin. Ya bu işi öyrənmək istəyirsə, bu işi yatırım etmək istəyirsə, kör-körənə eləməyin. Qiymət Apple-ın səhmləri $125 kimi düşə də bilər. Yenidən gəlib $160 kimi düşə də bilər. Və sizin bu təpədə aldığınız qiymətdən və balansınız sizin sıfıra düşə bilər. Və o da sizə pis təsir edir. Əslində səhmlərdə belə bir şey var ki, balans mənfiyə getsə belə sizə heç bir şey olmur, heç bir ziyan olmur. Müəyyən bir zamandan sonra qiymət qalxıb öz yerinə alacaq. Sadəcə bu uzun zaman çəkə bilər. Və hər səhmə də yatırım etmək düzgün deyil. Mütləq bunu araşdırmaq lazımdır və ondan sonra da investisiya etmək lazımdır. Ümid edirəm ki, bu 40 dəqiqə yaxın video çəkdim. Sizin üçün maraqlı olar. Kimin nə sual olarsa, kim nəsə hansısa mövzuda danışmağımı, məlumat verməyimi istəyərsə, şərh bölməsində qeyd edər. Çalışdığım qədər inşallah məlumat verəcəm. Bu 2025-ci ilin son vaxtlarında çəkdiyim bu ilk videodur və bir də inşallah yeni ildən başlayacağam. Onda da sırf olaraq bu tip videolar yox, analizləri olacaq və analizlər üzərindən paylaşımlar edəcəm. Çox sağ olun dinlədiyiniz üçün, minnətdaram. Təşəkkür edirəm, sağ olun.